Salam hörmətli dinləyicilər. Bugünkü mövzumuz mobil telefonlarda məlumatların bərpası barədədir. Təsəvvür edin ki, telefonunuz gözlənilmədən zədələnir, itirilir və ya hər hansı bir hacker hücumuna məruz qalır. Bu zaman təkcə cihaz deyil, şəkilləriniz, əlaqə nömrələriniz, notlarınız, iş sənədləriniz, şəxsi yazışmalarınız da bir dəfəlik itə bilər. 2024-cü ildə edilən bir sorğuya görə istifadəçinin 60%-i telefon məlumatlarını heç bir yerdə saxlamır. Halbuki, sadə bir ehtiyat nüsxə vərdişi bu riskin tam qarşısını ala bilər. Gəlin bir neçə real faktə nəzər salaq. Məlumat itirmə statistikasına əsasən, Google məlumatlarına əsasən hər il dünyada təxminən 70 milyon telefon ya itirilir, ya da oğurlanır. Apple istifadəçilərinin təxminən 23%-i iCloud Backup funksiyasından ümumiyyətlə xəbərsizdir. WhatsApp istifadəçilərinin 20%-i heç vaxt ehtiyat nüsxə qurmayıb. Bununla da hücum və reset sonrası yazışmalar geri qaytarılmayıb. Niyə ehtiyat nüsxəsi vacibdir? Cihazın zədələnməsi zamanı məlumatları itirməkdən qoruyur. Yeni cihaz keçidini asanlaşdırır, məlumatlar bir neçə dəqiqəyə köçürülür. Virus və zərərli proqram hücumları zamanı məlumatların bərpasını təmin edir. Ransomware və sosial mühəndislik hücumlarına qarşı sonuncu bərpa nöqtəsi rolunu oynayır. Google Drive ilə backup imkanları nələrdir? Kontaktlar əlaqə siyahısının tam sürətini özündə saxlayır. Foto və videolar Google Fotos ilə sinxronlaşır. WhatsApp və digər messenger yazışmaları istənilən vaxtı geri qaytarmaq mümkündür. Tətbiq ayarları istifadə etdiyiniz tətbiqlərin konfiqurasiyasını saxlayır. Sistem parametrləri, telefonu özəlləşdirmə seçimləri, Wi-Fi şifrələri və sair məlumatları özündə saxlayır. Bəs Android-də backup necə aktiv edilir? Parametrlərə daxil oluruq, Google-u seçirik və backup bölməsini seçirik. Backup to Google Drive funksiyasını aktiv edirik. Ehtiyat nüsxənin nə vaxt və nəyi əhatə edəcəyini seçirik. WhatsApp ehtiyat nüsxəsi Google Drive nə cür aktiv edilir? WhatsApp tətbiqinə daxil oluruq, ayarlar, söhbətlər, daha sonra isə ehtiyat nüsxə hissəsinə daxil oluruq. Google hesabımızı seçirik. Gündəlik, həftəlik və aylıq avtomatik backup qurmaq mümkündür. 2021-ci ildən etibarən istifadəçilər üçün end-to-end şifrələnmiş backup dəstəklənir. Birlikdə bir neçə əlavə təhlükəsizlik məsələləri ilə tanış olaq. Google hesabımızda 2-faktorlu identifikasiya 2FA-nı aktiv etməliyik. WhatsApp üçün şifrələnmiş ehtiyat nüsxəsini aktiv etməliyik. Bu halda heç Google özü də yazışmalarımıza çıxış edə bilməz. Google hesablarımızın təhlükəsizlik yoxlanmasını vaxtaşırı həyata keçirməliyik. Nəticə: telefonunuzun ehtiyat nüsxəsi mobil təhlükəsizlik strategiyasının vacib bir hissəsi olmalıdır. Google Drive və ya digər bulut həlləri kimi istifadə asan və effektiv bir həllər təqdim edir. Məlumatlarımızı itirməmək üçün mütəmadi backup vərdişini formalaşdırmalıyıq. Diqqətinizə görə təşəkkür edirik.